Qoç bürcü, günün başlanğıcı dəstək və təsdiq gözləmədən, məsləhət istəmədən riskə getmək istəyənlər üçün xüsusilə əlverişli olacaq. Siz öz təcrübənizə və intuisiyanıza etibar edə bilərsiniz. Onlar sizə prioritetlərinizi düzgün təyin etməyə, səhvlərdən qaçmağa və sonra peşman ola biləcəyiniz söz və hərəkətlərdən çəkinməyə kömək edəcək. Bir çox qoç bugün öz emosiyalarını idarə etməkdə həmişəkindən daha asan olacaq. Bu, onlara münaqişələrdən qaçmağa və müxtəlif insanlarla tez bir zamanda ümumi dil tapmağa kömək edəcək. Ayın ikinci yarısında birgə fəaliyyətlə bağlı razılığa gəlmək şansı yaranacaq. Bəzi qoçlar nəhayət həqiqi dost olacaq, etibarlı müttəfiqlər edəcəklər. Ən yaxınlarınızla münasibətlərinizdə əhəmiyyətli irəliləyişlər ola bilər. Əgər əvvəllər bir-birinizlə hər hansı narazılığınız olubsa, bugün onları həll edib keçmişdə buraxa biləcəksiniz. Siz güzəştə getməyə hazır olduğunuzu nümayiş etdirəcəksiniz və ətrafınızdakılar bunu qiymətləndirəcəklər. Buğa bürcü. Günün əvvəlində hər şey yaxşı getməyəcək. Buğalar diqqətlərini işə cəmlədikcə çətin işlərlə üzləşə bilərlər. Öz bilik və təcrübəniz onları idarə etmək üçün kifayət etməyə bilər. Məsləhət və ya kömək üçün kimə müraciət edə biləcəyinizi düşünün. Yaxınlıqda təcrübəsi çox faydalı ola biləcək insanlar var. Əgər onlarla əlaqə qurmağın bir yolunu tapsanız, tezliklə sizə hər cəhətdən dəstək ola biləcək müttəfiqlər tapacaqsınız. Müsbət tendensiyaların təsiri tədricən artacaq. Günün ikinci yarısı son vaxtlar öz qabiliyyətlərinə şübhə edənlər və ya özünü ilişib hiss edənlər üçün yeni imkanlar açacaq. Bir çox buğalar risk almağa hazır olacaqlar. Lakin intuisiya onlara bunun nə vaxt dəyərli olduğunu və nə vaxt ehtiyatlı davranmağın daha yaxşı olduğunu söyləyəcək. Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri xüsusilə nəzərə çarpacaq. Bugün sevdiyiniz insanla vacib söhbət, ailə şənliyi və son vaxtlar darıxdığınız dostlarla görüş üçün münasibdir. Əkizlər bürcü, mürəkkəb və ya çətin məsələnin öhdəsindən gəlməyə çalışın. Çox güman ki, bugün onun öhdəsindən yaxşı gələcəksiniz. İntuisiyanız əvvəllər hamını çaşdıran bir çox suallara cavab tapmağa kömək edəcək. Çoxdanqı tanışların təcrübəsinin faydalı olacağı ehtimalı azdır. Lakin bu yaxınlarda ilk dəfə tanış olduğunuz insanlar dəyərli məsləhətlər verə bilərlər. Bu və ya digər səbəbdən diqqət mərkəzində olduğunuz ictimai çıxışlar və ya işgüzar görüşlər yaxşı keçəcək. Həyata keçirilə biləcəyinə hələ əmin deyilsinizsə belə, ideyalarınızı bölüşməkdən çəkinməyin. Çox güman ki, planlarınız çox nüfuzlu bir insanı heyran edəcək və o, tezliklə sizə maraqlı təkliflər göndərəcək. Maliyyə baxımından yaxşı gün olacaq. Sövdələşmələri bağlaya və bəzi bahalı əşyalar ala bilərsiniz. Detallara diqqət yetirəcəksiniz. Heç bir şeyi əldən verməyəcəksiniz və buna görə də heç bir səhv etməyəcəksiniz. Şəxsi münasibətlərdə təşəbbüskar olmaq faydalıdır. Əgər kimisə yola salmaq niyyətində idinizsə, bugün səhv başa düşülməkdən qorxmadan ilk addımı ata bilərsiniz. Xərçəng bürcü. Gün bir çox ciddi təşəbbüslər üçün münasibdir. Lakin tanış işlərdən başlamaq daha yaxşıdır. Heç bir tutma olmayacaq. Gözlənilməz gecikmələr və ya çətinliklər. Hər şeyin öhdəsindən yaxşı gələcəksiniz və özünüzü daha inamlı və sakit hiss edəcəksiniz. Bu, yeni başlanğıclar üçün doğru zamandır. Keçmiş həmkarlar kimi çoxdankı tanışların təkliflərinə diqqət yetirin. Güclü və zəif tərəflərinizi yaxşı bilən insanlar sizə əla tövsiyələr verə və yeni tərəfdaşlar və ya işgüzar müttəfiqlər tapmağınıza kömək edə bilərlər. Şəxsi münasibətlərə baxış daha az əlverişli olacaq. Yaxınlarınızla fikir ayrılıqları və qarşılıqlı narazılıqlar mümkündür. Köhnə şikayətlər üzə çıxa bilər və ya keçmiş hadisələri müzakirə etməli, işlərin niyə belə getdiyini anlamağa çalışmalısınız. Bununla belə, siz öz emosiyalarınıza təslim olmayacaqsınız. Konstruktiv münasibət saxlamaq. Bu münaqişələrdən qaçmağa və münasibətlərinizdə harmoniyanı bərpa etməyə kömək edəcək.
Şir bürcü. Gözlədiyinizdən daha çox işiniz olacaq və hər şeyi düzəltmək üçün tez hərəkət etməlisiniz. Günün başlanğıcı ümumiyyətlə ikinci yarıdan daha əlverişli olacaq. Ona görə də heç nəyi çox uzun müddətə təxirə salmamaq daha yaxşıdır. Bütün vacib görüşlərinizi nahardan əvvəl keçirməyə çalışın. Bu zaman başqaları ilə ümumi dil tapa, düzgün sözləri tapa və inandırıcı arqumentlər təqdim edə biləcəksiniz. Cazibədarlığınız yeni tanışlarla tanış olmaqda mühüm rol oynayacaq. Sizi ümumiyyətlə sevməyənləri belə qazana biləcəksiniz. Günün ikinci yarısında bir çox şirlər diqqətini yaxınlarına yönəltmək, dostlarla vaxt keçirmək və ya ailəvi tədbir təşkil etmək istəyəcəklər. Şəxsi münasibətlər üçün, xüsusən də bu bürcün böyükləri üçün əlverişli zamandır. Təsadüfi bir qarşılaşma, valehedici bir romantik hekayənin başlanğıcı ola bilər. İlk baxışdan sevgi mümkündür. Amma hisslərin təsiri altında başınızı itirməyəcəyinə, axmaq bir şey etməyəcəyinə əmin ola bilərsiniz. Qız bürcü, səbirli olun. Bugün nə etməyi planlaşdırırsınızsa, hazır olun ki, istədiyiniz nəticənin əldə olunması çətin ki, tez olsun. Hətta adətən asan olan işlərdə belə gözlənilməz gecikmələr ola bilər. Əvvəllər heç vaxt uğursuzluğa düçar olmayan uzunmüddətli müttəfiqlər razılaşmaları poza bilər və bu da müəyyən məsələlərin həllini gecikdirəcək. Bu barədə əsəbi olmayın və əlbəttə ki, hamını tələsdirməyə çalışmayın. Bu, yalnız münasibətlərinizdə fəsadlara səbəb olacaq. Nağd pul daxil olma ehtimalı var. Çox güman ki, kiçik məbləğlər olacaq. Lakin onlar sizə yaxınlarınıza xüsusi bir şey təqdim etməyə imkan verəcəklər. Bununla belə, ulduzlar hamısını birdən xərcləməməyi məsləhət görür və ehtiyatlı qənaət etməyi təşviq edir. Bir müddətdir əmanət hesabınıza əlavə etməmisinizsə, simvolik olaraq da olsa, indi bunu etməyin vaxtıdır. Romantik münasibətlərdə müsbət meyillər üstünlük təşkil edəcək. Mübahisələrdən və ya ciddi fikir ayrılıqlarından qorxmaq lazım deyil. Əgər əvvəllər mübahisələr olubsa, bugün onları sakitləşdirə biləcəksiniz. Əsl qarşılıqlı maraq sevdiyiniz insana daha da yaxınlaşmağınıza kömək edəcək. Tərəzi bürcü, gün uğurlu olacaq. Ulduzlar xüsusilə işə diqqət yetirən və xüsusilə mürəkkəb peşəkar problemləri həll etməyə çalışan tərəzilər üçün əlverişli olacaq. Bürcün bu nümayəndələri nəinki etibarlı müttəfiqlər, həm də hər şeydə onlara dəstək olmağa, hərəkət və məsləhətlərlə kömək etməyə hazır olan həqiqi dostlar qazana bilərlər. Sürətli karyera yüksəlişi üçün imkanlar açan maraqlı biznes təklifləri də mümkündür. Gün alış-veriş, o cümlədən planlaşdırılmamış alış-veriş üçün əlverişlidir. Dostlarınız və ailəniz üçün hədiyyələr ala bilərsiniz. Seçiminizlə səhv gedə bilməzsiniz. Ulduzlar, iş və təhsil üçün faydalı olacaq əşyalara xüsusi diqqət yetirməyi məsləhət görürlər. Gün orada yeni təcrübələr və canlı emosiyalar axtaranları sevindirəcək. Mənzərəni dəyişmək və bəzi maraqlı tədbirlərdə iştirak etmək imkanı olacaq. Xoş tanışlıqlar mümkündür. Bunlardan biri romantik münasibətlərin başlanğıcı ola bilər. İntuisiyanız sizi razı salmaq istədiyiniz birinə yaxınlaşmaq üçün ən yaxşı şəkildə istiqamətləndirəcək. Əqrəb bürcü. Bugün soyuqqanlılığınızı qorumaq həmişəkindən daha çətin olacaq. Səhər xırda məsələlərə görə əsəbiləşə, nədənsə ideyalarınızı dəstəkləməyən və ya tənqidi fikir bildirənlərə qarşı küskün ola bilərsiniz. Ancaq təxribata müqavimət göstərsəniz, tezliklə yaxşılığa doğru dəyişikliyin olduğunu görəcəksiniz. Günün əvvəlində dinsiyyət qurmaq istəməyən insanlar daha qonaqpərvər olacaqlar və onlarla mühüm razılaşmalar əldə edə biləcəksiniz. Bu, ilk növbədə şəxsi münasibətlərə aiddir. Lakin bu tendensiyaların təsiri biznes sferasında da nəzərə çarpacaq. Kiçik pul vəsaitlərinin daxil olması ehtimalı var. Bəzi əqrəblərin köhnə borcları ödəniləcək və ya əvvəllər görülən işlərə görə ödəniş alacaqlar. Axşam yaxınlaşdıqca enerji səviyyənizin sürətlə tükəndiyini hiss edə bilərsiniz və istirahətə ehtiyacınız daha da güclənir. Yaxşı olar ki,
Bu vaxt üçün heç bir xüsusilə çətin və yorucu fəaliyyət planlaşdırma. Həm də izdihamlı tədbirlərdə iştirak etmək üçün ən yaxşı vaxt deyil. Ancaq sakit bir istirahət mütləq faydalı olacaq. Oğatan bürcü, səhər yarana biləcək xırda çətinliklərə həddindən artıq reaksiya verməməyə çalışın. Əgər uğur qazansanız, bütövlükdə gün çox uğurlu olacaq. Təkcə sizin deyil, bəzi tanışlarınızın da böyük səy sərf etdiyi çətin işi uğurla başa vurmaq şansınız olacaq. Yaxşı, heç nə gözləmədiyiniz danışıqlarda irəliləyiş mümkündür. Əvvəllər sizin arqumentlərinizə və fikirlərinizə məhəl qoymayanlar bu dəfə diqqətlə qulaq asacaqlar. Heç kimin kömək edə bilməyəcəyi vacib bir iş tapşırığı ilə baş-başa qalan oxatanlar yaxşı fikirlər irəli sürəcəklər. Yaradıcı yanaşma onlara bunu həll etməyə kömək edəcək və bu hamının diqqətini cəlb edəcək. Sevdiklərinizlə açıq olun və hisslərinizi bölüşməkdən çəkinməyin. Onlar sizi başa düşəcək və dəstəkləyəcəklər. Gözlənilməz dəvətlər və imtina etmək istəməyəcəyiniz təkliflər mümkündür. Ailə tədbirləri çox əyləncəli olacaq və köhnə dostlarla görüşlər ruhlandırıcı olacaq. Oğlaq bürcü, günün mübahisəsiz keçməsi ehtimalı azdır. Ancaq qalib gəlmək üçün çox cəhd etməli olmayacaqsınız. Arqumentləriniz inandırıcı olacaq və hətta əvvəllər öz mövqeyini nəyin bahasına olursa olsun müdafiə edənlər belə onlarla mübahisə etməkdən çəkinəcəklər. Əvvəllər uzaqlaşan və ya ehtiyatlı davranan həmkarlarla münasibətlər yaxşılaşa bilər. Onlardan bəzilərinin sizin maraqlarınızı bölüşdüyünü kəşf edə bilərsiniz və zaman keçdikcə bu əsl dostluq üçün əsas ola bilər. Bu, sövdələşmələr və alışlar üçün ən yaxşı gün deyil. Maliyyə itkiləri mümkündür. Bununla belə, tezliklə büdcənizi doldurmaq imkanınız olacaq. Ona görə də pulla bağlı çox narahat olmayın. Günün ilk yarısı faydalı işlərə həsr olunacaq. İkinci yarısı isə diqqətinizi sizə sevinç gətirən şeylərə yönəltməyə imkan verəcək. Bəzi oxlaqları bu dövrdə xoş görüşlər və maraqlı tanışlıqlar gözləyə bilər. Romantik sürprizlər də mümkündür. Bu axşam görüşməyi planlaşdırırsınızsa, əmin olun ki, yaxşı keçəcək. Dolça bürcü, bu asan gün olmayacaq, amma yenə də uğur qazanmaq şansınız olacaq. Dözümlülük istədiyiniz nəticələrə nail olmağa kömək edəcək və öz qərarlarınızı vermək və hədəflərinizə doğru öz yolunuzu tapmaq bacarığı sizə uzun izahatlardan və lazımsız mübahisələrdən qaçmağa imkan verəcək. Sizin yanaşmanız hamını qane etməyəcək, lakin biraz sonra ətrafınızdakılara tam aydın olacaq ki, siz düzgün strategiya seçmisiniz və bir dənə də olsun ciddi səhvə yol verməmisiniz. Dolçalar maliyyə məsələlərinə diqqət yetirərkən bəzi gözəl fikirlərə sahib ola bilərlər. Pulla bağlı bütün məsələlərdə bu bürcün nümayəndələri intuisiyalarına güvənməlidirlər. Ola bilsin ki, onun ipuçları onlara əlavə gəlir mənbəyi tapmağa kömək etsin. Bununla belə, planlaşdırılmamış xərclər də mümkündür. Bunlar səfərlərin və ya ailə tətillərinin təşkili ilə bağlı ola bilər. Axşam romantik görüş və ya sevdiyiniz insanla vaxt keçirmək üçün idealdır. Bəzi ev işləri ilə də məşğul ola bilərsiniz. Yaxınlarınızın köməyi ilə siz onları tez bir zamanda tamamlayacaqsınız. Balıqlar bürcü, bugün nə edirsinizsə edin, xırda detallara fikir verməyə çalışın. İndi əhəmiyyətsiz görünən şey sonradan əhəmiyyətli rol oynaya bilər. Hətta gündəlik tapşırıqlar həmişəkindən daha ciddi yanaşma tələb edəcək. Səhvlərdən qaçmaq üçün hər şeyi 2 dəfə yoxlamalı olacaqsınız. Yaxınlıqda bəzi öhdəliklərinizi öhdəsinə götürməyə və ya xüsusilə çətin işlərdə kömək etməyə hazır olan birinin olması faydalıdır. Hər şeyin öhdəsindən tək gəlmək çətin ola bilər. Bugün köhnə əlaqələri yeniləmək və münaqişə yaşadığınız insanlarla barışmaq üçün münasibdir. Əvvəllər problem yaşadığınız insanlar ünsiyyət üçün təşəbbüs göstərə bilərlər. Belə hallarda ehtiyatlı olun. Onların sizdən həqiqətən nə istədiklərini başa düşmək vacibdir. Daxil olan məlumatları yoxlamağa çalışın və hər hansı bir şübhəniz varsa, sual verməkdən çəkinməyin.
Təcrübələrinizi yalnız ən yaxın adamlarınızla bölüşməlisiniz və uzun müddətli planları yalnız onlarla müzakirə etmək daha yaxşıdır.